İnşallah bu videoda biz ana yaddaşın el arasında RAM deyə bildiyimiz ana yaddaş qurğusunun, yəni DRAM-ın detaylarını necə işlədiyini, nələrdən təşkil olunduğu və s. bu tip hər bir incə detaylarına qədər anlamağa çalışacağıq. Əvvəlki videolardan xatırladığımız kimi amma bu DRAM modulunda, yəni ana yaddaş qurğusunda bir bit məlumat yadda saxlamaq üçün belə bir qurğudan istifadə edirik. Bu qurğuda bizdə var bir dənə kapasitor, bir dənə də var tranzistor. Yəni iki dənə komponentdən ibarətdir. Bu kapasitor dediğimiz şey nə idi? Siz bura müəyyən bir gərginlik tətbiq etdikdə, yəni buranı doldurduqda, bu müəyyən müddət həmin o gərginliyi özündə saxlama qabiliyyətinə malikdir. Amma müəyyən müddətdən sonra isə tamamilə boşalır. Yəni siz doldurdunuz bunu, bu yavaş-yavaş boşalmağa doğru gedir. Və misal üçün deyək 10 millisaniyə içərisində isə özündəki məlumat tamamilə boşalmış olacaq. Və deyək ki, əgər bunun içərisində 1 volt gərginlik varsa, bu o mənaya gələcək ki, bu 1 deməkdir. 0 volt gərginlik varsa, bu da o mənaya gələcək ki, 0-dır. Buradakı tranzistorumuz isə bizim həmin qapı rolunu oynayır. Yəni, siz bura müəyyən bir gərginlik tətbiq etdiyiniz zaman həmin bu tranzistorun base qapısına, base hissəsinə. Bu tranzistor açılacaq və açılan kimi də bu xətlə bu kapasitor arasında iki xət birləşmiş olacaq. Və bu da o mənaya gələcək ki, siz bu kapasitordakı məlumatları həm oxuyub yaza biləcəksiniz, həmçinin oradakı məlumatları da edit eləyə biləcəksiniz. Bu mənaya gəlir. İndi gəlin baxaq görək bu birləşərək necə daha böyük RAM, bizim bildiyimiz RAM-ı necə əmələ gətirir. Bu DRAM hüceyrələri, yəni kapasitor və tranzistorlardan təşkil olunmuş DRAM hüceyrələri belə bir massiv əmələ gətirir. Yəni belə massivlər şəklində təşkil olunmuşdur. Nümunə üçün biz burada 4-ün 4-ə bir massiv vermişik. Yəni 4 dənə sətrimiz var, 4 dənə də sütunumuz var. Gəlin indi burada indi nə qədər saxlaya bilirik biz? 4-ün 4 eləyəndə 16 dənə bizdə DRAM hüceyrəsi var. Yəni 16 dənə biti yadda saxlaya bilərik mənasına gəlir bu. Gəlin indi bunun üzərindən həmin o DRAM-dan necə məlumatı yazıb, necə də məlumatı oxuya bilirik, bunu başa düşməyə çalışaq. Burada fikir versək biz görərik ki, hər bir sətirdə yerləşən DRAM hüceyrələrinin hər birinin tranzistoru eyni bu xəttə bağlıdır. Bu xəttlər word line adlanır. Word line, yəni word xətti də belə adlanır. Və bu o mənaya gəlir ki, siz hər hansı bir, misal üçün, üçüncü adres, yəni üçüncü word line aktivləşdirdiyiniz zaman avtomatik olaraq həmin sətirdə yerləşən hər bir DRAM hüceyrəsi, hər bir kapasitor aktivləşəcək. Yəni aktivləşməkdən də məqsəd oradakı siz məlumatı oxuyub yaza biləcəksiniz mənasına gəlir. İndi bunların hər birinin də bir adresi olduğu üçün, misal üçün prosesor deyəcək ki, mən 3-cü sətirdə yerləşən DRAM hüceyrələrindəki məlumatı oxuyub yazmaq istəyirəm. Ona görə də o həmin o adres xətləri keçmişdi ya. Həmin o adres xətləri vasitəsilə həmin sətrin adresini göndərəcək. Misal üçün deyək ki, burada var bizdə 4 dənə sətir, yəni 4 dənə adresi də göstərmək üçün 2 bit bizə kifayət edir. Bizdə prosesordan deyək 2 dənə adres xətti gəlir və bunlardan biri 1-dir, biri 0-dır. 1-0-ın da qarşılığı bizdə 2-dir də. Həmin o, öncəki videoda da dekoderlar keçmişdik də, adres dekoderları. Həmin o adres dekoder bu gələn 1 və 0-a baxaraq başa düşəcək ki, həmin bu ikinci sətr üçün dayanıb. Və ikinci sətrə doğru müəyyən bir gərginlik tətbiq edəcək. Müəyyən bir gərginlik tətbiq edəndə nə olacaq? Həmin gərginliklər bu tranzistorların hər birinə tətbiq olunacaq və həmin sətirdəki olan bütün DRAM hüceyrələri aktivləşmiş hala gələcək. Və aktivləşəndən sonra da biz buradakı məlumatı oxuya biləcəyik mənasına gəlir. İndi gəlin baxaq görək oxuma əməliyyatı necə baş verir. Oxuma əməliyyatında da bizim ən böyük köməkçimiz bu aşağılarda hər bir sütundakı xəttə bağlı olan, bunlar da bit line adlanır. Buna niyə bit line də deyirlər? Bir biti oxuyub yazmaq üçün olan xətti də bit xətti kimi tərcümə edə bilərik. Bu bit line-a da hərəsinə bir dənə sense amplifier bağlıdır. Gəlin baxaq görək necə baş verir bu oxuma əməliyyatı. Siz hər hansı bir, dedik ki, misal üçün, kapasitorda əgər 1 volt gərginlik varsa, bu 1 deməkdir. Yəni, oradakı saxlanılan məlumat 1-dir. 0 volt varsa, bu da 0 mənasına gəlir. İndi, hər bir oxuma əməliyyatından öncə bu sense amplifierlar bu bit xətlərinə doğru bunun yarısı qədər müəyyən bir gərginlik tətbiq edir. Yarısı nə qədər edir? 0.5 volt. Hər birinə 0.5 volt tətbiq edəcək və daha sonra
0.5 volt. Daha sonra həmin o adresi göndərmişik biz. Adresdə kodur gəlib baxacaq ki, misal üçün bunu aktivləşdirmək lazımdır. Bunu aktivləşdirdiyi anda nə olacaq? Bu kapasitorla bu bit line arasındakı xətt birləşmiş olacaq. Misal üçün deyək, burada 1 saxlanılıb, burada 0, burada 1, burada da 1 saxlanılıb. Və siz bu word line-a gərginlik tətbiq edən kimi hamısı aktivləşəcək və artıq siz məlumatı oxuya biləcəksiniz. Oxuma necə baş verəcək? Dediyək, hər birinə müəyyən bir öncədən gərginlik tətbiq olunur. 0.5 yarısı qədər gərginlik tətbiq olunur. Burada hər birində 0.5 volt var. İndi baxsanız bunlar arasında müəyyən bir gərginliklər fərqi var. Yəni bu 0.5-dir, bu da 1-dir. Bu bundan çox olduğu üçün buradakı gərginlik başlayacaq axmağa doğru bura. Yəni bir-birini tarazlaşdırmağa çalışacaq. Buradakı gərginlik bura axmağa doğru başlayanda nə baş verəcək? Buradakı azalacaq, yəni 1 olacaq 0.8, 0.7 volt, belə-belə azalacaq. Buradakı gərginlik isə 0.5, 0.6, 0.7 volt deyə artmağa doğru gedəcək. Və daha sonra nə baş verəcək? Burada isə sense amplifier işə düşəcək. Normalda bu bit line indi burada 4 dənə sətri bir-birinə bağlayıb, amma bu minlərlə sətri bir-birinə bağladığı üçün bu bit line-ın ölçüsü yekü olur. Ora verilən gərginlik də yüksək olmalıdır ona görə. Amma bu kapasitorların ölçüsü çox kiçik olur. Kiçik olduğu üçün də həmin bu kapasitorun bu bit line-dakı gərginliyi artırması, dəyişdirməsi çox yavaş baş verir. Ona görə də biz bu 0.5-in gəlib, nə bilim 0.8, 0.9-a qalxmağını gözləsək, bu çox zaman alacaq. Bu sense amplifier nə edir? İlk hissəsi nə deməkdir? Bu sense hiss eləmək deməkdir ingiliscəsində. Hiss edir ki, bu 0.5-dən 0.6-ya doğru qalxdısa, demək ki, bu kapasitorda 1 saxlanıb ki, bu artmağa başlayır. Və avtomatik 0.7, 0.8-ə qalxmağını gözləmədən nə edir? Özü sürətli bir şəkildə 0.5-i, daha doğrusu 0.6-nı artırıb 1 volt eləyir və həmçinin başa düşdü axı burada 1 var. Həmin 1-i də özünün içərisində bir bit məlumatı saxlamaq üçün lək keçmişdi ya. Onlardan var. Həmin bir bit məlumatı da özündə saxlayır ki, bəs buradakı deyirəm hüceyrəsində bir bit saxlanıb. Burada nə baş verəcək? Burada da həmçinin 0.5 volt var, burada da 0 volt var. Burada da gərginlik fərqi olduğu üçün bu dəfə buradan bura doğru məlumat axmağa doğru gedəcək. Yəni 0.5 azalıb 0.4 olacaq, 0.3 olacaq. Həmçinin burada da bunun ölçüsü çox yekü olduğu üçün, bunun da ölçüsü çox kiçik olduğu üçün bunun azalması çox yavaş baş verəcək. Yenə burada da eyni şəkildə bu hiss eləyəcək ki, bu azalırsa, demək ki, həmin deyirəm hüceyrəsi 0 məlumatını özündə yadda saxlayır və bu 0.4-dən 0-a doğru sürətli şəkildə aşağı salacaq oradakı gərginliyi. Yəni amplify, gücləndirmək deməkdir amplifyda. Buradakı 0.4-ü 0-a şəkildə, sürətli şəkildə azaldaraq bu şəkildə bizdəki prosesi sürətləndirmiş olacaq. Həmçinin orada saxlanılan məlumatı da gətirib özünün içərisində yadda saxlayacaq. Eyni proses burada da baş verəcək, burada da baş verəcək. Və həmin bu sense amplifierlarda data xətti keçmişdik ya biz. Data xətti nə idi? Prosesor məlumatı oxumaq istəyəndə oradan oxuyurdu, həmçinin məlumatı yadda saxlamaq istəyəndə də oradan göndərirdi ki, yaddaş qurğularına bunu yadda saxlayın. Bu sense amplifierlarda o yaddaş qurğularına bağlıdır və buradakı məlumatı da biz oxuyaraq artıq neçə idi burada? 1, 0, 1, 1. Məlumatı oxuyaraq indi kim tələb edibsə prosesora misal üçün prosesora data xəttləri vasitəsilə ötürmüş oluruq. Burada bir şey diqqətinizi çəkdirsə, siz bu aktivləşdirən kimi burada dedik axı 0.5-dən 0.6-ya artdı və s. Həmçinin bu kapasitordakı məlumatlar da pozulmağa başlayır. Bu buradan axdığı üçün 1 olacaq 0.8, 0.6 bu şəkildə pozulur. Həmçinin bu da artacaq 0.2, 0.4 deyə artacaq. Özündəki məlumat pozulacaq. Ona görə də biz hər bir oxuma əməliyyatından sonra bu saxlamışdıq A1011-i. Həmin məlumatları yenidən qaytarıb ora yazmalıyıq. Çünki oradakı məlumatlar artıq pozulub. Bu yazma əməliyyatı necə olur? İndi növbəti saniyələrdə onları da görəcəyik. Yəni, hər bir oxuma əməliyyatı ekstra bir yazma əməliyyatı tələb edir. Bu da bizim həmin o DRAM, yəni ana yaddaş dediyimiz DRAM qurğularının yavaş olmasının digər bir səbəblərindən biridir. Və digər bir nüansı da qeyd edeyim. Burada hər bir əməliyyatda yalnızca bir dənə word line aktiv ola bilər. Adres dekoder dedik ki, ona adreslər girir. O yalnızca hər dəfə bir dənə
hissəni aktivləşdirir. Yəni ikisi eyni anda aktivləşirsə nə olacaq? Həm buradan oxumağa çalışsa, həm buradan oxumağa çalışsa bu bit line-dakı məlumatlar bir-birinə qarışıb oxunmaz vəziyyətdə olacaq. Ona görə adres dekoder hər dəfə bir dənə sətri aktiv hala gətirir. İndi gəlin baxaq gör yazma əməliyyatı necə baş verir. Yazma əməliyyatının da baş verməsi üçün ilk öncə oxuma əməliyyatı baş verilir. Məsəl üçün əvvəlki qaydada bunu aktivləşdirdik, oradakı məlumatları oxuduq bura. Daha sonra dedi ki, bunlar da data xəttinə bağlıdır. Və data xəttini də prosesor dediyi həm yazmaq üçün, həm oxumaq üçün istifadə edir. Və deyək ki, bu dəfə oxumaq üçün istifadə edir və əlavə bir siqnal göndərir ki, bu yaddaş qurğusuna mən bu dəfə yazacağam məlumatı. Və həmçinin bu data xəttinə də 1001 məlumatını göndərir. O siqnal gəldiyi üçün bu sense amplifier başa düşür ki, bu məlumatı yazmaq istəyir. Ona görə özündə saxladığı 1011-i götürür, bu data xəttindən gələn məlumatla güncəlləyir. 1001 eləyir. Daha sonra nə edir? Hər bir bit line-a burada özündə saxladığı gərginliyi verir. Bura 1 volt verəcək, bura 0, bura 0, burada 1 volt verəcək. Və buradakı, həmçinin buradakı sətri aktiv eləyəcək də. Bu bit line-dakı dediyi ölçüsü çox böyük olduğu üçün bura verilən gərginlik də güclüdür. Buradakı gərginlik güclü, buradakı zəif olduğu üçün həmin bu gərginliyi basıb buradakı məlumatı yazacaq. 1-dirsə, məsəl üçün, 1-dirsə ya 1-0 eləyəcək onu, ya da 1-0-1 eləyəcək və yaxud da olduğu kimi saxlayacaq. Məsəl üçün, burada olduğu kimi saxlayır, burada isə 1-i 0 şəklinə güncəlləmiş olur. Bu şəkildə də həmin bu DRAM hüceyrələrindəki məlumatı biz güncəlləyə biləcəyik. İndi gəlin baxaq görək bu DRAM-ın bu çəkdiyimiz komponentlərin adlarına da diqqət yetirək. Dedi ki, adresi biz göndəririk. Həmin bu adres dekoderda hər dəfə yalnızca bir sətri aktivləşdirir bizim göndərdiyimiz adresdən asılı olaraq. Və belə bir şey də var ki, bu massiv dedik ya. Bu massivdən, yəni bizim DRAM modullarımız içərisində bir neçə massivdən təşkil olunub da və hər bir massivdən də biz hər bir əməliyyatda yalnızca bir bit məlumatı oxuyub yaza bilirik. Bunun da səbəbini inşallah növbəti saniyələrdə görəcəyik biz. Amma indilik sadəcə onu ağlınızda saxlayın ki, hər bir massivdən hər bir əməliyyatda yalnızca bir bit məlumatı siz oxuyub yaza biləcəksiniz. Ona görə siz misal üçün adresi göndərdiniz, dediniz ki, bunu mən oxumaq istəyirəm, üçüncü sətirdəki məlumatı oxumaq istəyirəm. Oradakı məlumatlar, bunlar da sense amplifierlardır da, sadə olsun deyə belə düzbucaq saymışam. Buradakı məlumatlar oxunacaq sense amplifier'a, misal üçün deyək 0, 1, ya 1, 0, 1, 1, 1, 0, 0, 1. Bura oxunduqdan sonra siz kolum adresi, ikinci bir adresi göndərəcəksiniz ki, misal üçün mənə dördüncü bit lazımdır. Bunu da kolum multiplexer, demultiplexer vasitəsilə eləyirik. Öncəki videoda bunu da görmüşdük biz. Həmin bura girən adres vasitəsilə bu başa düşəcək ki, mənə dördüncü bit lazımdır. Və həmin dördüncü biti bu multiplexer, demultiplexer götürüb atacaq bu data buffer'a. Bu data buffer'da bağlıdır data xəttinə də və həmin o bir bit məlumatı götürüb data xəttinə ötürəcək. Yazma əməliyyatında da eyni şəkildə həmin bu dediyimiz write enabled var idi. Bu write enabled gəldiyi üçün başa düşəcək ki, bu multiplexer, demultiplexer bu dəfə yazma istəyir. Ona görə nə edəcək? Götürəcək bu data buffer'dakı misal üçün bu dəfə 0 gəlib də. Həmin 0-ı burada güncəlləyəcək və özündə güncəllədikdən sonra həmin məlumatları da yazacaq bura. Əvvəl 1 idisə, sonra olacaq 0. Digərləri də eyni qaydada qalacaq. Dedi ki, bir əməliyyat başına ancaq biz bir bit məlumatı dəyişdirə və yaxud da oxuya bilirik. Bu RAS və CAS nədir? Bunların açılımı RAS, Row Address Stropping, yəni stroposkop deyə bir alət var, oradan gəlir, onun başı qoşmayın. Row adresi, yəni siz birinci 3 dənə sətr üçün, 3 dənə də sütun üçün adres lazımdır da bizə 8 olduğu üçün arasında. Biz 6 dənə bura xətt qoşmaq əvəzinə nə edirik? Pinlərin sayını nə qədər azalsaq bizə o qədər sərf edir də. Yəni həmin o qurğuya nə qədər az xətt daxil olsa bizə bir o qədər sərfəlidir. Ona görə biz nə edirik? İlk öncə 3 bit göndəririk. Məsəl üçün sətr, row sətr deməkdir də. Sətrin adreslərini göndəririk. Misal üçün göndərdik 1, 0, 1-i və həmçinin bu RAS siqnalını da göndəririk ki, bəs mənim indi göndərdiyim həmin o sətrin adresidir. Və bu qurğu da, burada görən qurğu da, bu RAS siqnalını görən kimi başa düşəcək ki, bu göndərilən 101 adresi sətr adresidir və həmin bu məlumatı özündə saxlayaraq daxil edəcək, bura ötürəcək 101-i. Və bura ötürən kimi də bu dekoder həmin o 101 5 deməkdir də.
buradakı sətri aktivləşdirəcək. Daha sonra bunu aktivləşdirəndən sonra həmin o prosesor bu dəfə cast siqnalı göndərəcək. Bu da kolum adres stroping deməkdir. Kolum da sütun deməkdir ingilis dilində. Bunu da deyək ki 100 olaraq göndərdi. Və həmin yenə bu qurğu baxacaq ki, rast siqnalı yox da bu dəfə cast siqnalı gəlib. Həmin 100 götürüb burada saxlayacaq və ötürəcək bura. Və bura ötürəndən sonra da bu kolum multiplexer, demultiplexer da başa düşəcək ki, bu 4-dür və 4-cü bitin məlumatını götürüb data buffer atacaq və yaxud da data bufferdakı olan məlumatla özündəki məlumatı yeniləyəcək. Bu sayədə də biz həmin o oxuma və yazma əməliyyatlarını icra eləyə biləcəyik. Və bu normalda biz misal üçün burada 8-in 8 idi də, yəni 64 bit məlumatı bu massivdə biz saxlaya bilirdik. Normalda bu minlərlə, milyonlarla DRAM hüceyrəsindən ibarətdir. Misal üçün buraya fikir versə görərik ki, bu düzbucaqlı şəklində olur və burada normalda ölçüləri ola bilər 16 MB, 32 MB. Deyək ki, bizdə 32 MB-dir. Yəni 2048 dənə sütun var burada. 16.000-də, 16.000 neçə idisə, 16.556 idi deyəsən, unutmuşam hər nəsə. Deyək ki, 16.000-də. 2000 sətrimiz var. 16.000 dənə ki, 2000 dənə sütunumuz var. 16.000 dənə də sətrimiz var. Və bunları bir-birinə vuranda bu bizə verəcək 32 milyon. 32 milyon da o deməkdir ki, 32 megabayt məlumatı biz bu massivdə yadda saxlaya bilirik mənasına gəlir. Və bunun da düzbucaqlı olmasının səbəblərindən biri də odur ki, gördüyünüz kimi bu sətirlərdə məsələn həm multiplexer, demultiplexer var, həmçinin də bu sense amplifier qurğuları var da. Amma burada sadəcə dekoder var. Ona görə biz bunu düzbucaqlı şəklində eləyirik ki, həmin o sətir kiçik olduğu üçün burada gedən qurğuların sayı da az olacaq. Bu da bizə həm yer cəhətdən, həm də ki, maliyyə cəhətdən daha sərf eləyir. Ona görə düzbucaqlı şəklində olur normalda bu. Digər bir xüsusiyyətini də qeyd edeyim, sonra növbəti slaydlara keçək. Bu kapasitorun növbəti bir xüsusiyyətini də qeyd edeyim. Bu kapasitorlar dedik ki, məlumatı özündə bir müddət sonra sızdırır. Normalda bu tranzistorlar qapı vəzifəsini görür dedik. Yəni bağlayıb açır da bunu. Ancaq bu tranzistorlar çox-çox kiçik olduğu üçün, ölçüsü çox-çox kiçik olduğu üçün sızmanı müəyyən ölçüdə saxlaya bilir. Misal üçün deyək ki, 64 millisaniyə sonra bütün hamısı amma bunun boşalıb gedəcək. Çünki çox cüzi olsa belə bu kapasitordan baş verən sızmanın həmin gəlib bu tranzistordan da keçib gedəcək, sızacaq. Ona görə də bizə gərəklidir ki, deyək ki, 64 millisaniyədə bu tamamilə boşalırsa, hər bir, yəni müəyyən bir texnologiyadan texnologiya dəyişir də bu saniyəsi. Hər bir 64 millisaniyədən biz buradakı məlumatları yeniləməliyik. Yəni buradakı 1 volt 64 millisaniyə sonra düşəcək olacaq 0.2 volt. 64 millisaniyədən sonra isə bu bizim DRAM modulu gəlib buradakı məlumatları yeniləməlidir ki, məlumatlar silinməsin. Bunları yeniləməsək biz gəlib müəyyən misal üçün 100 millisaniyə sonra baxacaq, görəcək ki, bütün hamısında məlumat sıfırdır. Hamısındakı məlumatlar pozulub. Bunu da biz istəmərik də məlumatlarımız pozulsun orada durduğu yerə. Ona görə hər bir 64 millisaniyədən bir buradakı məlumatlar refresh olunur. Misal üçün gəlib baxır, görür ki, buradakı 0.2-dirsə, mən bunu qaldırıb 1 eləyim. 0-dırsa zaten boşalmağa heç nə qalmıyor. Belə 0 imiş bu. 0 olaraq da saxlayın mənasına gəlir. Və misal üçün deyək ki, bizim bu massivdəki məlumatları yeniləmək üçün hamısını 3 millisaniyə gərəklidirsə, o zaman həmin o 3 millisaniyə müddətində bu massiv kilitlənir. Yəni kilitlən deyəndə nəyi nəzərdə tuturam? Ora sən heç bir oxuma yazma əməliyyatını eləyə bilmirsən. Çünki o həmin o 3 millisaniyə müddətində özünü yeniləməklə məşğuldur. Və bu da sizin DRAM-ın, yəni ana yaddaş qurğularının yavaş olmasının bir digər səbəblərindən biridir. Yəni hər bir 64 millisaniyədən bir 3 millisaniyəlik sən orada oxuma yazma əməliyyatın donur qalır, kilitlənir. Sən heç nə eləyə bilmirsən. Bunu da keçdiksə gəlin indi baxaq bu arraylər, massivlər bir araya gələrək necə böyük bir RAM-ı əmələ gətirir. Həmçinin dedik ki, bu massivlərdə biz normalda 1 bit məlumatı oxuyub yaza bilirik də. Amma demişdik ki, biz 1 bitdən işləmirik də kompüterlərdə. Baytlar şəklində məlumat yazıb oxuyub yaza bilirik. Yəni bunlar da bir araya gələrək bu baytlarla işləməyi necə əmələ gətirir, bunu da görək. Deyək ki, burada bizim var. Bayaqki yenə kvadrat formasına qaytardım daha sadə olsun deyə. Bir dənə massivimiz var və bu 8 dənə massiv bir araya gələrək belə bir komponent əmələ gətirir. Buna bank deyirlər. Bir bank əmələ gətirir. 8 massiv bir araya gələrək
bir bank əmələ gətirir və bu bankın içərisindəki 8 dənə massivin fikir versək görərik ki, hər birinin həm row adresdə kodurları eyni adresə baxır. Həmçinin bu kolum multiplexer, demultiplexerlərdə yəni kolum adresləri də eyni xəttə baxır. Yəni siz burada 101 göndərəndə bu massivlərin hər birindəki 5-ci sətriniz sizin aktivləşmiş olacaq. Yəni oradakı məlumatlar bura yazılmış olacaq. Həmçinin kolum adreslərində də eyni qayda keçərlidir. Bunlar da indi burada çəkməmişəm, yenə 3-3 daxil olur da. Bir dəfə bu daxil olur, bir dəfə bu. Sadəcə sadə olsun deyə çəkməmişəm bunu. Hər nəsə, bunların hər biri eyni adresə baxır. Yəni siz 101 göndərdiniz. Burada da 100 göndərdinizsə, burada gəlib hər birində 5-ci sətrin 4-cü sütunundakı hüceyrənin məlumatı oxunulacaq belə və köçürüləcək buradakı data buffer'a. Məsəl üçün gəlib köçürtdük biz 1101111 belə 8 dənə biti, yəni 1 baytı bura köçürəcəyik və daha sonra da bu 1 baytdan da data xəttidir də bunlarda. Data xəttindən həmin 1 baytı biz prosesora ötürmüş olacağıq. Yəni 8 dənə massiv bir araya gələrək biz bir dənə 1 bayt məlumatı yazıb oxuya bilirik. İndi sizin ağlınıza gələ bilər ki, dedik ki, bu da 32 megabaytdır da hər biri. 2048-in 16000 neçəyəsə 32 megabayt saxlaya bilir hər birində. Bu 8-ə də vuranda biz bir bankın içərisində 256 megabayt məlumatı yadda saxlaya bilərək mənasına gəlir. İndi ağlınıza sizin sual gələ bilər ki, biz bunları parçalayıb hərəsindən bir bit oxumaq əvəzinə niyə bir dənə böyük 256 megabaytlıq bir dənə qurğu eləyib, hamısına 1 bayt elə oxuyaq da, yəni bura gəlmişkən bu 1 bayt məlumatı götürək oxuyaq, yazaq da. Niyə parçalamışıq 8 dənə ayrı-ayrı massivə? Bu sual sizin ağlınıza gələ bilər. Bunun da cavabı ondan ibarətdir ki, siz əgər bir dənə bu 8 dənəni bir dənə böyük 256 megabaytlıq massiv halına gətirsəz, bir neçə səbəbi var əslində, onlardan sadəcə bir ikisini burada çəkəcəyik. Bunu birləşdirib bir dənə böyük massivə halına gətirsəz, nə olacaq? Oradakı word line-ların da, bit line-ların da uzunluğu artacaq. Bu uzunluğun artmasının mənası odur ki, orada sizin verməli olduğunuz gərginlik daha yüksək olmalı olacaq. Və gərginlik yüksək olanda həm enerji sərfiyyatı yüksək olacaq, həmçinin də bu kapasitor yerində qalmış olacaq da. Bu kapasitordakı gərginlik kiçikdir, amma bit line-dakı gərginlik siz 8 dəfə çoxalıb. Və aralarındakı gərginlik fərqi lap yüksək olduğu üçün bu kapasitorun o bit line-dakı məlumatı dəyişdirməyi lap yavaş olacaq. Və bu da sizin DRAM-ınızın, yaddaş qurğunuzun lap yavaş işləməyinə gətirib çıxardacaq. Buna görə də biz bunu 8 dənə hissəyə parçalamışıq ki, bunun bit line-ı, word line-ı kiçik olsun. Kiçik olanda da oxuma əməliyyatı daha sürətli olur. Bu bir səbəbidir. Digər bir səbəbi nədir? Dedik ki, bunların hər bir, məsəl üçün 64 milisaniyədən bir özlərini yeniləməlidir. Və bu, dedik ki, bu 64 dənə bitli massiv üçün 3 milisaniyə çəkir. İndi siz bu 64 bitliyi 8 qatına çıxartsanız nə baş verəcək? O 3 milisaniyə əvəzinə yox da 24 milisaniyə çəkəcək bu özünü yeniləmə əməliyyatı. Və 24 milisaniyə müddətində siz oraya heç bir oxuma və yazma əməliyyatı gerçəkləşdirə bilməyəcəksiniz. Və nəticədə nə baş verəcək? Siz 3 milisaniyə əvəzinə 24 milisaniyəlik donub qalmış olasınız. Amma 8 dənə ayrı qurğuya parçalandıqda nə baş verir? Siz hərəsi 3 milisaniyə paralel şəkildə özlərini yenilədə biləcəklər və siz 24 milisaniyə əvəzində, 3 milisaniyə əvəzində bu 256 megabaytlıq qurğuları özünün yeniləməyinə imkan vermiş olacaqsınız. Bu da bir digər avantajıdır. Yəni fərqli-fərqli səbəblər saya bilərik dizaynın belə olmağına. Bu qədər kifayətdir deyə düşünürəm. Və dedik ki, bu bir bank əmələ gətirdi. Və bu bir bankı da belə çəkək, daha sadə olsun. Bayaqkının eynisidir bu. Bir bankın içərisində 8 dənə massiv var da burada. 8 dənə massiv var burada. Və bu massivlər də özlüyündə yenə birləşərək 8'li qruplar şəklində qruplaşdıraraq bir dənə tip əmələ gətirir. İndi baxaq bu tip nədir, sonra niyə belə qruplaşdırırıq yenə, onu da başa düşərik. Bu tip dediyimiz şey, DRAM tip dediyimiz şey, bəlkə əlinizə heç RAM almısınızsa siz, yəni fiziki və yaxud da şəklini görmüsünüzsə, görərsiniz ki, RAM belə bir şey oxşuyur.
Və bu RAM-ın üzərində də indi texnologiyadan texnologiyaya dəyişir də 8 dənə ola bilər, 16 dənə ola bilər, nə bilim 4 dənə ola bilər, dəyişir indi. Deyək ki, bizə 8 dənə çip varsa, bunların hər biri bir çip deməkdir. Və bu çiplərdə bu gördüyümüz arraylərdən, banklardan təşkil olunub. İndi baxaq görək bu hər bir çip niyə 8 dənə bankdan təşkil olunub? Elə bu bankları ayırmazdıq. Birbaşa həmin bu çip 64 dənə massivdən ibarət olardı da. 8-li qruplaşdırmazdıq biz bunu. Niyə qruplaşdırmışıq? Onu anlamağa çalışaq. Bunun da səbəbi odur ki, əgər bunları qruplaşdırmasaq biz, bunların bu 64 dənə massivin hər biri baxacaq eyni adresə. Yəni prosesor bir dənə adres göndərdiyi anda bu 64 dənənin hamısı aktivləşəcək. Və ancaq biz sadəcə hər bir çipdən 8 bit məlumatı oxumaq yetərlidir də. Bu digərlərini biz niyə aktivləşdiririk ki, durduq yerə boş-boşuna? Bir dənə bunu aktivləşdirərik və oradakı məlumatı oxuyarıq. Bunlar da boş qalar, yəni işlək vəziyyətdə olmaz. Amma sən 8 bitlik məlumatı oxumaq üçün bu 64 dənə massivin hər birini aktivləşdirirsən və oradan yalnızca 8 bitini oxuyursan. Bu da yəni səmərəli bir şey demək deyil də. Ona görə də biz bunları qruplaşdırırıq və hər bir bankı, hər bir oxuma əməliyyatında hər bir bankı aktivləşdirərək deyirik ki, mən səndə yerləşən 8 biti oxumağa çalışıram. Bu bir üstünlüyüdür. Digər bir üstünlük nədir? Daha doğrusu bu üstünlüyü biraz daha da aydınlaşdırım. Misal üçün siz hər biri eyni anda aktivləşsə bu 64 dənə massivin nə baş verəcək? Siz bir dəfə oxuyub, daha sonra bu oxuma əməliyyatının bitməsini gözləməlisiniz ki, növbəti oxuma əməliyyatı başlasın. Bu bitməlidir ki, növbəti oxuma əməliyyatı başlasın. Və burada da bunun səbəbi odur ki, siz hər birini eyni anda aktivləşdirdiyiniz üçün, eyni adresə baxdığınız üçün, hər birində eyni sətir aktivləşəcək və hər biri də eyni data xəttinə bağlı olduğu üçün o data xəttindən 8 bit götürülüb ötürüləcək bura. Və digərlərinin istifadə eləməyimizə baxmayaraq onlar da məşğul olacaq ki, öz sətirlərini aktiv eləsin, o sətirlərdəki məlumatı yükləsin bu sense amplifier'a, daha sonra column multiplexer oradakı bir biti götürüb atsın bura. Bu şəkildə də hər biri məşğul olacaq. Amma yalnızca sizə bu gərəklidir də. Hər biri də məşğul olduğu üçün bir əməliyyat bitməlidir ki, digər əməliyyat başlasın. Amma siz bunları qruplaşdıranda nə olacaq? Hər bir dənə istək göndərdiniz siz 8 bitlik məlumat oxumaq üçün. Bu 8 bitlik məlumatı hazırlamaqla məşğul olarkən siz ikinci bir əməliyyatı göndərsiniz. Deyirsiniz ki, bu dəfə də 4-cü bankdan oxumaq istəyirəm mən. Bunu da adres dekoderdan vasitəsilə deyirsiniz də mən 1-dən oxumaq istəyirəm, 4-dən oxumaq istəyirəm. Həmin o 1-dən məlumat hazırlanana qədər ikincidən məlumat istək göndərsiniz ki, sən də digər bir məlumatı hazırla. Üçüncüyə deyirsiniz ki, sən də özündəki məlumatı hazırla. Bu sayədə biz gördüyünüz paralelliyi əldə elədik. Yəni oxuma sürətini çox aşağı saldıq. Amma digərində necə idi? Biri qurtarmalı idi ki, digər başlasın. O qurtarmalı idi, digər başlasın. Bu da yavaşıdırdı bizi. Amma bu sayədə biz paralelləşdirdik. Buna da bank interleaving adlanır bizdə. Bizə dediyim, yəni buna belə deyirlər. Ümid edirəm ki, aydın oldu. Burada da niyə biz bu hər bir massivi, yəni bir çipin içərisində yerləşən 64 massivi 8-li qruplar şəklində qruplaşdırdıq. İndi gəlin baxaq, bu necə əlaqə saxlayır da, yəni. Bu dedik ki, adres xətləri gəlir, data xətləri gəlir. Bu adres xətlərdə həmin o sizin ana platada belə memory channel'lar var. Bu bura qoşulurdu da, elə bil bu pinlər bura qoşulur. Burada gördüyünüz ramın aşağısındakı pinlər. Bura qoşulur və həmin pinlər vasitəsilə bu adres və data xətləri gəlib bura daxil olur. Və bunların 8 dənə çip olmağının da məqsədi, gəlin onu da başa düşməyə çalışaq. 8 dənə çip olmağının məqsədi odur ki, bunun, bir saniyə. Okay. 8 dənə çip olmağının mənası odur ki, bunun, siz hər bir əməliyyatda, hər bir çipdən daha doğrusu, hər bir çipdən 8 bit oxusaz, bundan 8 bit, bundan 8 bit, bundan 8 bit və nəticədə siz 64 bit məlumatı oxuyub yaza biləcəksiniz. Normalda bizim modern kompüterlər, modern RAM-larda 64 bir əməliyyat başına siz 64 bit məlumatı oxuyub 64 bit məlumatı ora yaza bilirsiniz. Düzdür, bəziləri var modernlərin içərisində 32 bit olur, onlar bizim mövzumuz deyil. Amma bir çoxunda hal-hazırda 64 bitdir o.
64 bit şəklində məlumatı oxuyub yaza bilirsiniz. Və hər birinə də data xəttlər ayrı-ayrı şəkildə daxil olub. Və siz bir dənə istək göndərdikdə hər bir adres daxil olur. Eyni adres xəttlər, yəni bunlar 8 çipin hər biri eyni adres xəttinə baxır. Və hər bir eyni adres xəttinə də baxdığı üçün hər birindən 8 bit məlumat hazırlanacaq. Məsəl üçün buradan bu şəkildə hər bir çip içərisindəki bankdan 8 bit hazırlanaraq bu şəkildə ötürüləcək və paralel şəklində baş verəcək bunlar. Siz bir istəklə 64 bit məlumatı sürətli şəkildə əldə eləmiş olacaqsınız. İndi sizin ağlınıza sual gələ bilər ki, yenə biz niyə o paralelləşdirmə dedik ya? Yəni buradakı paralelləşdirməni, yəni hər bir çipin içərisindəki paralelləşdirməni belə eləməmişik. Çiplər arasında eləməmişik. Yəni necə? Bir dəfə gələrdi buradan oxuyardı 64 biti, 64 dənə massiv var da. Sonra ikinci istəyi göndərərdi ki, sən buradan hazırla. Sonra üçüncü istəyi bura göndərərdi. Yəni bu şəkildə paralelləşdirmə eləyərdik də. Niyə bunların içərisində, çiplərin içərisindəki bu paralelləşdirməni çiplərin içərisində eləmişik? Bunun da cavabı odur ki, siz hər bir massivdən, indi hər bir çipdən hal-hazırda görürsünüz də, hər birindən 8 dənə data xətti çıxır belə. 8 bit oxuya bilirik deyə. Əgər siz hər birindən 64 bit oxumalı olsaydınız, hər birindən gərək 64 dənə belə data xətti çıxsın. Kabel çıxsın deyək də, yəni el arasında. Bu da neçə eləyir? 8-i vursan sən 64-ə, bu da bizə verir 512 data xətti. Gördünüz nə qədər kəskin şəkildə artdı. Yəni bu da bizə sərf eləmirdi. Ona görə biz paralelləşdirməni daxilində eləyirik. Həmin o çiplərin daxilində eləyirik. Və bir şey də deməyi unutdum mən. Bu banklara bölünməyinin, yəni hər bir çipin 8 dənə banka, yəni 64 massivin 8-li qruplar şəklində qruplaşdırılmağının digər bir səbəbi də odur ki, sizin bu refresh əməliyyatı daha səmərəli olur. Yəni necə? Deyək ki, 3 milisaniyə çəkir də. Burada refresh əməliyyatı başlayanda bu digərlərində təsiri yoxdur. Bunlar öz işini görür. 3 milisaniyəyə bu özünü refresh eləmədi, yəni yeniləmədi. Sonra ikinci yeniləyəcək. Sonra bu bitəndən sonra üçüncü yeniləyəcək. Sonra dördüncü, sonra beşinci. Amma biri yenilənərkən digər 7-sində hələ də aktiv vəziyyətdə olacaq. Həmin o 7-sində sən yenə də məlumatı oxuyub yaza bilərsən. Digər çiplərdə də eyni qaydada. Bunların hamısını qruplaşdırmasaydıq, hamısı bir dənə massiv olsaydı, bir dənə qrup olsaydı ondan olacaqdı. Sən hamısını eyni anda yeniləməliydin. Və hamısını eyni anda yeniləyəndə də ki, bir çip oxunmaz, işləməz vəziyyətdə qalacaqdı. Yəni bu da bizə sərf eləmir. Ona görə bu da bir digər səbəbidir ki, biz bunları belə massivləri banklar şəklində qruplaşdırırıq. Və indi gəlin baxaq digər bir xüsusiyyətinə bu RAM-ların. Digər bir xüsusiyyəti də odur ki, biz prosesorda dedik ki, tezlikləri olur hər bir prosesin. Yəni, bir saniyə ərzində bu clock cycle nə qədər dalğalanırsa, biz həmin, buradan olmadı, bir dəqiqə. Nə qədər dalğalanırsa, bir saniyə içərisində o qədər əməliyyat yerinə yetirə bilərik mənasına gəlir bu. Bu eyni qayda RAM-lar üçün də, yəni DRAM-lar üçün də keçərlidir. Burada da sizin bu clock cycle, yəni tezliyi həmin RAM-ın nə qədər yüksək olsa, bu o deməkdir ki, sizin RAM-ınız bir saniyədə o qədər məlumatı transfer eləyə biləcək. Misal üçün, mənim kompüterimdəki RAM-ın həmin o slotun tezliyi 2600 RAM-ın tezliyi 2666-dır ya da 67-dir, bilmirəm. Megahertz'dür. Bu o deməkdir ki, megahertz'dəki 2 milyard eləyir də bu, 2 milyard 600 milyon eləyir bu. Hər bir əməliyyatda da 64 bit ötürə biliriksə biz, bu o mənaya gəlir ki, siz bir saniyə içərisində 64 vurulsun 2 milyard 600 milyon bit məlumatı ötürə bilərsiniz, transfer eləyə bilərsiniz mənasına gəlir. Bu 64 bit yoxdur, 32 bit olsaydı və yaxud da ki, bunun tezliyi aşağı olsaydı sizin, bir saniyədə transfer eləyəcəyiniz məlumatların həcmi də kiçik olacaqdı. Yəni, bunda da sizin kompüteriniz daha yavaş olacaqdı mənasına gəlir. Ona görə sizin RAM-ınızın tezliyi nə qədər yüksəkdirsə, bir o qədər yaxşıdır. Digər bir xüsusiyyəti odur ki, prosesorlar dedik ki, yalnızca qalxanda, yəni sıfırdan 1-ə qalxan hissədə məlumatı yeniləyə bilir. Amma bu, həmin o RAM-larda yeni bir kəşf eləyib, yeni bir innovasiya eləyiblər ki, həm qalxan ucunda, həm də ki, enan ucunda məlumatı transfer eləyə bilir. Bunun sayəsində də biz
köçürə bildiyimiz məlumatı 2 qatına çıxardırıq. Normalda həmin bu DRAM 1600 dəfə dalğalanma baş verirdisə, 1600 MHz-də 1 milyard 600 milyon dəfə də, yəni yox, 1 milyard 300 milyon dəfə eləyirdisə MHz. Bunun həm qalxanda, həm enəndə transfer eləyə bildiyi üçün bu qalxıb avtomatik 2 milyard 600 milyon dəfə transfer eləyə bilir mənasına gəlir. Yəni bu da bizim transfer elədiyimiz məlumatın həcmini çoxalda bilir. Və bu həm qalxan tərəfdə, həm də enən tərəfdə məlumatı transfer edən RAM-lara da biz deyirik double data rate. DDR yazılır sizdə. DDR sözü baxın buradan gəlir. Yəni hər bir clock cycle-da 2 dəfə məlumatı biz transfer eləyə bilirik mənasına gəlir. Yəni bəlkə də görmüsünüz bu DDR-ı tez-tez RAM alanda və yaxud da ki öz kompüterinizi açıb RAM-a baxanda və s. Bir də channellar demişdik ya. Bu channellarda bir dənə olmaq məcburiyyətində deyil. Yəni modern kompüterlərdə əsasən 2 dənə channel var. Yəni 2 dənə channelın da məqsədi odur ki, sizdə məsələn kompüterlərinizdə görmüsünüz də, bilmirəm, açıb baxmısınızsa və yaxud da usta yaparmısınızsa, sizdə bir neçə dənə yuva olur. Yəni bu bir neçə RAM-ı taxmağa imkan verirlər. Məsələn, mənim kompüterimdə 2 dənə yuvası var. PC-lərdə bu əsasən 4 dənə yuvası olur. Yəni bir neçə bu yaşıl RAM, DRAM modulu adlanır da bu. Bu DRAM modulu siz kompüterinizə yerləşdirərək daha çox RAM əldə edə bilərsiniz. Və hər bir yuvaya da, məsələn, məndə 2 dənə yuva var və 2 yuvanın hər bir üçündə ayrıca belə bir channel var. Bu 2 dənə ayrı channelın olmasının mənası odur ki, prosesor paralel şəklində 64 bit buradan, 64 bit də buradan oxuyacaq. Yəni bir əməliyyat başına 128 bit məlumatı transfer eləyə biləcək mənasına gəlir. Yəni paralelləşdirirsiniz, daha da performanslı edirsiniz. Məsələn, bəzi kompüterlər var ki, hamısında olmur da. Bəzi kompüterlər var ki, onlarda 4 dənə channel var. Yəni bu da o deməkdir ki, hər bir əməliyyat başına siz 256 bit məlumatı transfer eləyə bilərsiniz mənasına gəlir. Və həmin o yuvalar da bu channellar arasında paylaşdırılır. Misal üçün dediyim ki, məndə 2 dənə yuva var, 2 dənə də channel var. Hər bir yuva üçün ayrıca channel getdiyi üçün kompüterin performansı daha yaxşı olmuş olur. Bu da digər bir özəlliyidir bizim həmin o DRAM-ların. Gəlin son özəlliyinə də baxaq bunun. Son özəlliyi nədir? Dedi ki, biz hər bir massivdən 1 bit məlumatı yalnız oxuya bilirik və bu 8 massiv bir bank əmələ gətirir. Bir bankdan da hərəsindən 8 bit olmaqla 1 byte məlumatı, yəni 8 bit 1 byte məlumatı biz oxuyub yaza bilirik mənasına gəldi bu. Amma biz həmin o RAM-a istək göndərəndə ki, bəs mənə bu 1 byte 8 dənə də çip olduğu üçün 64 byte, 64 byte yox, 64 bit. 64 bit yəni 8 byte. 8 byte məlumatı mənə göndər dedikdə biz DRAM nə edir? Yəni RAM deyim də, DRAM biraz çətin olur məndə. RAM nə edir? Bu 64 biti göndərir və ardınca onunla paralel olan digər 3 dənə də, yəni toplamda 4 dənə də 64 biti göndərir. Bunu niyə belə eləyir bu? 4 dəfə elə bil 64 biti göndərir. Bunu niyə belə eləyir bu? Biz dedik ki, yaddaş qurğularının bir iyerarxiyası var da. Ən sürətlisi registerdir, sonra cache gəlir, sonra bu RAM gəlir, sonra da HDD gəlir da. Bu CPU istək göndərəndə ki, mənə bu biti ver. Bu o deməkdir ki, əgər bu bunu istəyibsə, bundan paralelində yerləşən, yəni bundan növbəti yerləşən məlumatlarda bir neçə əməliyyat sonra gərəkli olacaq. Ona görə bu götürür ki, mən hər dəfə mənə müraciət eləməsin də bu. Götürür bunların hamısını, 64, 64, 64. Ötürür, prosesora ki, al götür bunları, saxla cache-də. Cache daha sürətlidir axı. Cache-in içərisində saxla və cache lazım olanda cache-dən oxu. Yəni prosesora məlumat lazım olanda ilk dəfə cache-ə müraciət eləyir. Ora baxır, varsa oradan oxuyur. Orada yoxdursa gəlir bu RAM-a baxır. Bu da indi götürür təkcə 64 biti göndərmə əvəzinə. Götürür 4 dənə 64 biti, yəni 256 biti ötürür ki, al özündə cache-də saxla, hər dəfə mənə müraciət eləmə də, məni yorma, mən yavaş işləyirəm. Bu sayədə də biz, buna da burst deyirlər də, yəni bir neçə məlumatı ötürsən ki, sənə gələn istəklərin sayı azalsın. İndi hər bir RAM texnologiyasında fərqlidir bu. Misal üçün deyək ki, bizdə 8-dirsə mənim RAM-ımda bu burst length, yəni burst uzunluğu da nə qədər paralel ardıcıl yerləşən RAM oxuyacam. 8-dirsə bu o deməkdir ki, bir 64 biti ötürəndən sonra ardıcıl olaraq digər 7 dənə, yəni toplamda 8 dənə 64 biti ötürür. Həmin o cache-ə ki, al cache bunu özündə saxlasan. Yəni 8 byte
8 bayt ötürürdüksə, 8-ə vuranda bu neçə edir? 64 bayt məlumatı ötürür özündə hər bir əməliyyat başına ki, al bu məlumatları sən özündə saxla. Gələcəkdə bunlar da sənə böyük ehtimalla lazım olacaq. Bir də onlar lazım olduqda mənə müraciət eləmə. Bu sayədə də biz həmin o rama gələn istəklərin sayını azaldırıq və kəşdəki prosesorun kəşin işləmə müddətini, vaxtını daha da artırırıq. Yəni prosesorda kəşlə nə qədər çox işləsə, bir o qədər performanslı olacaq. Bir o qədər onun üçün yaxşı olacaq. Bu qədər, yəni RAM-ın ümumi keçdi əslində hər bir şeyini. Sadəcə son olaraq bir şey də qeyd edeyim. Biz burada dedik ki, məsəl üçün 2 dənə channelımız ola bilər, sonra banklarımız ola bilər. Bunların hər biri həmin o prosesorun göndərdiyi adreslərdə özünü göstərir. Prosesorun içərisində belə, bu bizim prosesorumuz desək, burada bir dənə memory idarə edicisi, memory controller deyə bir qurğu var hər bir prosesorun içərisində. Bu da bizim RAM-ımızdırsa, bu adresin təşkil olunmasını falan bu memory controller eləyir. Yəni prosesor bir şey istəyəndə onun göndərdiyi, yəni buradan bura göndərdiyi adresin içərisində həm olur, hansı channeldan məlumatı oxumaq istəyir, o olur. Məsəl üçün bizdə 2 dənə channel varsa, onu göstərmək üçün 1 bit kifayət edir də. 1-dirsə bu olacaq, 0-dirsə bu olacaq. Bir dənə xəttimiz həmin o channelu göstərmək üçündür. Sonra dedik ki, hər bir çipin içərisində 8 dənə bankımız var. Bu da o deməkdir ki, 8 bankından hansını istəyiriksə onu göstərmək üçün 3 bit bizə kifayət edir. Ona görə də 3 dənə də həmin bu xəttimiz bu bankları göstərmək üçündür. Daha sonra deyək ki, 8-in 8-ədir massivlərimiz biz. 8-in 8 olduğu üçün həmin o 3 dənə xəttimiz sətri göstərmək üçün, 3 dənə xəttimizdəki sütunu göstərmək üçün istifadə olunur. Yəni bizim bu xəyali RAM qurğumuzda toplam 10 dənə xətt, 10 dənə adres xətti bizə kifayət elədi ki, hardan məlumatı oxumaq istəyirik. Və yəni bu şəkildə də yəni o həmin o CPU başa salır ki, bəs bu channela get, bu channeldakı bu bankdan oxu, bu bankın içərisindəki bu sətirdəki bu sütundakı biti mənə get gətir. Bu şəkildə deyilir. İndi bu channel xətti harda yerləşir? Bu harda yerləşir? Bunların istehsalçıdan istehsalçıya dəyişir də. Məsəl üçün ola bilər ki, birinci gəlsin bank adresini göstərdiyi bitlər, sonra channel gəlsin, sonra row adres, sonra kolum adresi gəlsin. Bunlar istehsalçıdan istehsalçıya dəyişir də. Yəni bunların yerlərini dəyişdirməklə hərəsi müəyyən optimizasiyalar eləyir öz DRAM modullarının strukturundan asılı olaraq. Və belə bir şey də var. Bu bayaqdan saydığımız bütün xüsusiyyətlər aşağı-yuxarı bir çox günümüzdə istifadə olunan RAM-larda eynidir. Amma hər hansı bir xüsusi şirkət, xüsusi bir istehsalçı bunlarda cüzi dəyişikliklər eləyə bilər və yaxud hər hansı bir innovasiyalar eləyə bilər. Yəni bunların hər birində bir cüzi dəyişikliklər olur. Amma ümumi şəkildə günümüzdə bizim istifadə etdiyimiz RAM-lar əsasən bu şəkildə təşkil olunmuşdur.